Sizleri Mısır'dan, Şarm El Şeyh'ten salamlayırıq. Bugün Şak 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 şak. Şarm El Şeyx'dəyik, qonağımız var. Qonağımız nə desin? Mən çox sevindirəm. Mən qəribanı gətirdim. Burada bir qardaş var, bizim private şeydir, nədir o, transfer. Bizi aparır şeyə, otelə. El Hazal Tours. Hazal, yəqin gözəl demək istəyir. Nə bilim, Yəqin ki. qardaş bizim yüklərimizi qoyur bagaja. Minirik. Buyurun. Qardaş bizi aparır otelə. Qardaşın adını öyrənək. Bro, what's your name? Muhammed. Muhammed. Nice to meet you. I am Samir. Welcome Samir. Thank you. Hal-hazırda biz Şarm El Şeyxə gəlmişik. Amma Qahirəyə də getmək fikrimiz var, piramidləri görmək üçün. Əgər sizin də Qahirəyə getmək fikriniz varsa, hava limanını tərk etməzdən əvvəl, pasport kontroldan da hətta əvvəl hava limanındaca viza almalısınız. Deməli, növbə gözləyərkən viza $25, növbəsiz $30. Nə deyirsən Ayda? Bizim sumkamızı apardı. Vallahi yoxa çıxartdım. Hizmet görmedin mi? Kəsin. Çalışın şəhər mərkəzində, bir də otellərin içində bankomatlar var. Hansı ki, Mısırın özünün dövlət bankının bankomatıdır. O bankomatlarda siz pul dəyişə bilərsiniz. Baxın, o bankomatlardan biri də buradadır. Məzəndə çox fərq edir. Məzənnə fərq eləmir, məzənnə 2-3 qəpik o yan bir yan olur. Deməli, nə indirik? Buradan random bir yerə klikləyirik. Foreign exchange, yəni xarici valyuta. Basırıq, gözləyirik. Bizə hazırki məzənnəni göstərir. Məsələn, hazırda əslində 46.89-dur, 46.86 göstərir. Yəni bizə elə bir ki $1 240 nəsə şey verəcək, yoxsa $100 belə bir şey. İndi biz $100, indi continue deyirik. Continue dedik. $100 burada açılan yerə, buranı göstər. Bax, yer açıldı. Ki, buradan nə ki, biz pulu qoyuruq dolları. Buradan bizə Mısır pulu verəcək. Biz pulu qoyuruq bura. Apardı. Əlimi yemişdi. Hə, apardı. Görək nə qayırır. Nə oyun çıxardı. İnşallah Xırda pul versin. pulumuz batmaz. Baxaq. Sentləri vermək xırda. Buradan indi çıxmalıdır bizim pulumuz. Nə deyir? Total $100. Bəli. Yes, deyir $100 yükləmişəm mən, mənə verəcək 4680 pound verəcək mənə. 86-da əslində 6-da komissiyadır bax. 6-da komissiya tutur. Allah canını sağ eləsin. Heç nə halal xoşlar. Amma yaxşı təşəbbüsdür. Yaxşı təşəbbüsü, bəli. Bəyəndim. Otelin içində bunun olmağı çox yaxşıdır. Burada pulumuz hazırlanır. Aeroportda neçə idi baxmadın? Yəni fərqi sadəcə bilmək istəyirəm. Aeroportda baxmadım, amma 100% ki bundan Hər halda. aşağıdır. Yox, hə, bizə verəcək yaxşı. Bizə verəcəyi belə aşağıdır. Yes. Bu nə qədər pul verəcək? 1 mişok. Misir poundlarını ilk dəfə mən toxunacağam. 1 mişok pul verəcək. Misir pound. Pound. Yəni türklərlə deyir, biz də bilmirəm. Aha, zengin olduk. Ne kadar verdi. Qoy mən toxunum birinci. Necə puldur ki, baxın. Oy, çönəyim. Bunu var, şəffaf içindən sən görsən bilərsən. Gedək şərlənək bu pullarla. Otelimiz buradır. Otelimizin adı Şarm Plazadır. Bunların ümumiyyətlə gələndə də, aeroport yolundan gələndə yolda çox qeyri-adi gülləri var. Bax, bir dənə çəkdin də oranı yəqin ki, sarmaşıq kimi bir şeydir, amma kol kimi bitir. Yəni gül sarmaşıq gülüdür. Gülün özün tipini tanıyıram, amma koldur. Nəsə çox gözəldir. Mən ilk dəfədir belə tətildən zövq alıram. Pasiv tətildən daha doğrusu zövq alıram. Buna görə də təşəkkürümüzü bildiririk Samir Ağayev. Çalışın pulunuzu gələn kimi çevirin, bunların puluna çevirin mütləq şəkildə. Yoxsa hamı sizdən dollar istəyəcək. Çünki bunların pulu ilə məsələn 40 sent, 50 sent ödəyəcəyiniz şey $1 verəcəksiniz məcburi şəkildə. Bir də ki, mütləq şəkildə baxın, otelin yerləşmə yerinə, otelin dənizə çıxışı olmalıdır mütləq. Çünki otelin dənizə çıxışı yoxdursa 0-1. Qardaşın adı Muhammeddir. Muhammed Zakariya. Muhammed Zakariya. Zakariya. Okay. Cairo Express. Cairo Express Company. Allah canı sağ eləsin. Okay. Yes. Now we start to explain the hotel, our hotel information. يا مستر حسن.
Qardaşa zəng gəldi. Bir يا مسطى studiyamıza zəng var. يا مدير Gözlü. يا مدير Qardaşın elə bir başından güllə ilə vurub. look this grand museum this new Deməli, hal-hazırda çıxmışıq oteldən, taksi sifariş vermişik dostlar. Taksini sifariş vermişik InDrive deyə bir proqramdan. Burada otelin qabağında taksilər olur, amma onlar sizi gedəcəyiniz yerə çox baha aparır və qiyməti isə dollarla deyir. Ən yaxşısı InDrive-dir. InDrive-dan taksi sifariş verirsiniz və taksinin neçəyə gələcəyini də göstərir, adın falan. Normalda belə Bolt Uber kimi. O ən təhlükəsiz yoldur taksi üçün. Heç nə gəlir bizə şlaqbaunla deyəsən buraxmırlar içəri, yoxsa nədir məsələ bilmirəm. Gedirik şlaqbaunun yanına, oradan minib gedəcəyik hara. Old Market var burada, köhnə bazardır. Gedirik ora, deyirlər ki orada 1 dollarlıq şey 100 dollara deyirlər. Bizə gedirik ora qiymət öldürməyə. Görək kim bu 100 dollara deyir. Gəldik mindik taksiyə, bu dayı bizi aparır. Dayı, what's your name? حسن Hasan. Hasan, my name is Samir. بريتنا سامر Do you speak Russia? شتشو شتشو. انجلش شتشو بر Your native language Arabic? عربي is good speak عربي good You're from Alexandria Alexandria? In Egypt? in Egypt yes. Okay. after Cairo Okay, okay. Nice to meet you. Nice. Gəldik, çatdıq Old Marketə. Biz bilmirdik, bura sən demə. İndi açıqdır, sadəcə bəzi mağazalar açıqdır. O, bunu göstərirəm. Bu, Şarm el-Şeyxin ən böyük məscidlərindən biridir. Adı Əl-Səhabə məscididir. Ən gözəl memarlıq üslubuna da sahib olan bir məscidlərdən biridir. Giriş pulsuzdur. Kim istəyir, girib namaz qıla bilər. Qadınlar isə başörtülü girməlidir, məcburi. Tikilişi 2017-ci ildə olub. Yəni, çox da qədim deyil. Belə, Old Market buradır. O tərəfdə də var. Hər yer, yəni, bura sırf orada yazılıb Old Egypt. Bilmirəm, yaxınlaşdırsam görünür oraya yoxsa yox. Bura şeyin üstündə Old Egypt. Yəni, bura elə bir köhnə şəhər kimi bir şeydir. İndi gəlmişik, burası bəzi mağazalar deyirlər, açıqdır, bəziləri açıq deyil. Amma saat 12-də tam full hamısı açıq olur. İndi gəzə-gəzə gedək görək kim nə satır. Bu çox sıxır. Mən boş taxaram səni. İndi bu özgə malıdır da, özgə malıdır. Dad. It's okay. One. Balacalar taxsın. Bu maskanı oteldə, otelin yanında bir mağaza var idi. Orada deyirlər 12 dollara. Biz bu qardaşdan, Allah bunu saxlasın, 6 dollar aldıq. Əslində bu da 12 dollar deyirdi. Prosta öldürdük qiyməti aldıq, amma onun video çəkmədik. Çünki qoymur video çəkməyə, biraz utancaq. Ona görə. So, Salamat işlədək. salamat işlədək. İndi gələcək dənizdə bunu yoxlayacağıq. Biraz nəsə şübhələndim. 400 pound deyir. Deyirəm 150, deyirəm okey. Yəni, bu düşməzsən də qiymət. Başa düşdün? Düşünürəm ki, o tərəfdən 50-yə zədə ala bilərik də. Ona görə biraz daha gəzməyə fikirləşirik. Belə, bir də ki, bunların bir dənə şey var, teması var. İndi mən 900 pound, daha doğrusu 9 pound eləyirdim, mən 1000 pound verdim, yəni 5 dənə 200 verdim. Mən 100 qaytarmalıdır. Yəni, deyir ki, bu 100 tapa bilmir də. Onun deyir, səndə 100'lük var, dedi, yox. Məndə 100'lük yoxdur. Gəlin sizə 100 pound yerinə filan şey verim. Yox, dayanırsan, gözlürsən, mən 100'ümü ver. Çıxartdı cibindən, cibində 10 dənə 100'lük vardı, birini çıxartdı verdi. Prosta yalandan şey eləyir ki, 100'lüyüm yoxdur. Özürüm, buraya yaxınlaşaq. Salam aleykum. Selam aleyküm. What's good? Çok. Do you have aqua shoes? Aqua shoes? Yes. Diver. Diving shoes, yes. Show me, bro. Like you think this, yeah? Do you have a black color? Black. Yes. Bro, Which size? how much Egyptian pound? 300. 300. 300. Oh, bro, it's expensive. 300. No, 100. It's okay? No, Give me 100. 100. No, I don't have. Bro, here to give me 100, 150.
You tell me 300. No, excuse me. You need 150, 100. This is no good quality, you know. This is the cheaper quality. Same quality. Same here same quality. Different model. Because I have Mondial. Eyni firma. I have Oni. Mikrofon məndədir, ona görə Aytənin səs gəlməyə bilər. Aytəni dublyaj eləyəcəm. Mən mimik eləyim sən. Hə, Bu sənə. bu mənə. Bu Aydanın şnorkeli qırmızı idi. Aydana qırmızı. Mənim şnorkelim də mavi idi. Bu da mavi. Və- Salamat geyinir. Salamat geyinək. Yaxşı qiymət aldıq qardaşdan. Qardaş biraz Birin baha neçə verdi. dedin? Birin 150 pound, 140 pound aldıq. 140 pound hardasa 3 dollar, 4 dollar falan. 3 dollar edir, 3 dollar. Hə. Bayaqçı qardaşdan razılaşdığımız qiymətə o ayaqqabıları aldıq, dəniz ayaqqabısı, şuzları. Oradan çıxdıq. Daha sonra zaratqam biraz azdı, ona görə çox çəkiliş eləmədim. İndi isə gəlmişik fixed price marketə. Əgər burada həqiqətən aldadılmadan normal bir şey almaq istəyirsinizsə, fixed price marketdən ala bilərsiniz. Baxın bir də çəkim buranı. Burada çünki dəhşət dərəcədə adamı aldadılar. Burada hər şeyin altında qiyməti var. Konkret bilirsiniz də nəyin qiyməti nədir. Yəni bura supermarketdir və buradan hər şey ala bilərsiniz. İstədiyiniz şey, paltar falan hər şeyi buradan ala bilərsiniz. Yəni burada qiymət endirə bilmirsən, amma yəni burada nədirsə odur, amma allatmırlar da səni. Yəni hər şey olduğu kimi qiymətədir. Belə gəlmişik, buradan bəzi şeylər alacağıq. Görək nə var. Fix marketdən nələr aldıq? 3 ədəd maqnit. Biri bizimdir, ikisi də ən nazik şəxslərin. Bir ədəd dəniz çantası. Kupalnik, eynək falan taxıb atlayıb gedirsən dənizə. Bunu bilgə üçün Novxanı. Burada apara bilərik, amma yəni də sonra üçün almışam. Burada deməli neçə pound yazılmışdı? 250 pound, 8 manat civarı təxmini. Bir ədəd də nə almışıq? Pareo. Dənizdən çıxıb əynimə atmağa. Belə bir şey. Bu deyəsən Aydanındır. Böyük mənim idi, bu böyük. Belə bir şey, maraqlıdır. Deməli, həm bunu nə üçün götürdüm? Deyilənə görə Qahirə Şarm el-Şeyxdən soyuqdur, sərindir. Biz də ora safari paltarı geyinəcəyik. Düşündüm ki, sərin olar. Ona görə belə üstümüzə atmağa. Belə bir şey. Nə çox isti, nə çox soyuq. Gedirik qırmızı dənizə. Görək qırmızı dənizin. Qırmızı dənizə deməli dünən gəldik, girdik. Su dəhşət duzludur da. Yəni necə lazımdır. Baxın belə bir plyajdır. Düz elə otaqdan çıxan kimidir. Biraz qabaqda. Şnorkel zad almışıq bayaq. Gedək onları yoxlayaq, görək necə işləyir. Tulamırsa? Dala hoppan. Soyuqdur. Dərindir, dərin. Hə? Su duz qaldırır onda səni. Sizcə biz hara gəlmişik? Safariyə. Bədəvi olmadı. Quadrasikla mindik, quadrasiklımız bu formadadır. Bir gözləyirik. Start versinlər, başlayacağıq. Bizi kameraya icazə vermirlər, amma çalışacağıq ki, çəkək də. Deməli dostlar, gedirik. Gəlin. Dostlar, qardaşınızda yoxdur. Çəkirəm. Bu nə dağlardır, bu nə dağlardır. Burada dəvə var. Sürün də, bunlar yavaş sürürlər. Baxın qardaşlar, necə toz var burada. Normaldir.
Gəldik, çatdıq Bədəvi çadırına. Bədəvilər nə deyib? Bunu Aytəndən aldığımız məlumata görə. Aytən sən? Ay, qorxdum. Bilinir ki, kimdir? Bədəvilər kimdir? Aytən bu haqqda məlumat verir. Buyur. Kimdir Bədəvilər? Bədəvilər mən də bildiyim qədərilə evsiz, eşiksiz. Bir var məsələn, evsiz, eşiksiz amma gedib hardasa ev quranlar. Bunlar ev qurmur, bunlar çadır qurur. Bu gün burdadılar, sabah oradadılar. Belə dəvə ilə yürüş eləyirlər. Tez-tez sürəkli yer dəyişən insanlar bədəvilər adlanır. Bu gün biz belə bədəvi olmaya gəlmişik. Bədəvi olmağa gəlmişik. Bədəvlərin çadırları bunlardır. İndi burada bir dənə çay içəcəyik. Bu çay nə qədər? Nanə çay. Bunların çayları məşhurdur. Yəni marketlərdə belə bədəvi çayı deyə eşidə bilirsiniz. Bu dayı deyəyin ki, bədəvidir. Hə. Bu nə qədər gigiyenikdir bilmirəm. Sizcə biz niyə bədəvi çayı içmədik? Çünki yəni risk eləmədik o çay içməyə. Çay nə rəngidir? Kola. Elə ki bildiyi kola verirlərdi adama. Yəni ona görə içmədik ki, yəni biraz bir balinjə acı olacaq ona görə. Hamı dayanıb. Bu qardaş deyir ki, səs nə idi? Yankısı. Yankısı nədir Azərbaycanda? Səs əks-səda. Əks-səda, həss ola. Əks-səda eləyəcəyik. Onların şeyinə gəldi. Tırtırına Bu görə. çox boş söhbətdir. Yəni belə bir şey olmur. Əks-səda zad yoxdur. Bağlayıram videonu, sağ olun, sağ olun. Yalandan boğazımı cırdım. Gedirik Sina çölü ilə başqa bir kampa. Orada axşam yeməyi bir də əyləncələr olacaq. Deməli qardaşlar, gəlmişik Bədəvi kampına, ayrı bir Bədəvi kampına gəlmişik. Burada şov göstərirlər, nə bilim, belə də əyləndirirlər. İndi baxaq görək nə edirlər. Baxaq. Bu qardaş linzanı çıxartsam, qardaş belə fırlanır. Dostlar, deməli bugün axşam saat 1-də biz Qahirəyə yola düşürük. Buradakı əyləncələrimiz də sonlanır. Gedirik evə. Gedək evə biraz dincələk, sonra da axşam çıxaq gedək Qahirəyə. Səhər artıq yəqin ki Qahirədə olacağıq. Gəldik, çatdıq hara? Qahirəyə. Gəldik, çatdıq Qahirəyə. 5 saatlıq bir yol idi. Rahat gəldik. Yəni belə deyim də, əlavə bir məlumat verim. Əgər siz 50 nəfərlik bir avtobusla, bir turla belə gələcəksinizsə, onunla biraz çətinlik çəkə bilərsiniz. Çünki hər oteldən gedib götürürlər bunlar bir-bir. Ona görə problem yaranır da, biraz daha uzun çəkir bu şey. Biz biraz daha VIP gəldik. Üçümüz sadəcə gəldik, ayrı bir maşından, əlavə bir maşından. Yatdıq qəşəng, gəldik Qahirədə oyandıq. Deməli dostlar, gəlmişik Böyük Misir Muzeyinə. Bura dünyanın ən böyük muzeyidir. Yəni 2025-ci il noyabrın 1-nə qədər təbii ki, dünyanın ən böyük muzeyi başqa idi. Amma hal-hazırda dünyanın ən böyük tarixi, daha sonra arxeoloji qazıntılar muzeyi Misirdədir və bu muzeydir. Noyabrın 1-i açılış olub və tikilişi də təxminən 20 il çəkib. Hal-hazırda köhnə muzeydəki bir çox şeylər, məsələn Tutanxamonun xəzinəsidir, maskasıdır və bir çox mumyalar hamısı bura köçürülüb. Əsas yəni buradır. Gəlib eləsəz artıq bura gəlin. Yəni köhnəyə getməyin. Orada heç nə yoxdur. İndi biz də bura gəlmişik. Buranın biraz giriş biletləri biraz qiyməti biraz bahadır, amma hər şey burdadır yəni. Hər şey. Burada gördüyünüz daşlar, əl işləmələri
Luxor deyilən ərazidən tapılıb. Krallar vadisidir ora. Niyə Krallar vadisi deyirlər ora? Çünki bütün hökmdarlar falan orada qəbirləri orada tapılıb. Ona görə Krallar vadisi deyirlər və bu əl işləri oradan tapılıb. Hamısı qədim Misrə aiddir. Burada gördükləriniz papirus kağızının üzərinə yazılmış yazılardır, qədim yazılardır. Bunlar təbii ki, arxeoloji qazıntılar nəticəsində tapılıb. Tutankamonun ordusunun elə ki alətləri, döyüş alətləri, döyüş maşınları, elə ki indiki bir tank kimi fikirləşək. Döyüş alətləri. Burada təsvir ediblər, at belə qoşulub. Burada bu qutu 3500 yaşı var bu qutunun. Baxın, üzərində xüsusi işləmələr, hierogliflər və s. əks olunub. Bu qutu qızıl suyuna daha doğrusu batırılıb, hazırlanıb. Bu qutuda nə olub? Tutankamon, Misirin ən cavan fironlarından birinin məzarı bu qutunun içində olub. Bu qutunun içində bu qutu, bunun içində bu, bunun içində axırıncı qutu olub. 4 dənə qutuya iç-içə, 4 dənə qutunun iç-içə və ən sonuncu qutuda isə öz məzarın, elə ki, öz mumya qutusu var, insan şəkilli, onu qoyub. Bunlar hamısı qızıl suyuna batırılıb. Bu niyə belə eləyib? Çünki qədim dövrlərdə dəhşət dərəcə talanmalar olurdu. Ona görə də bu formada eləyib ki, talama olmasın. İndi bunun içində nə olub? Baxın, bu tabut tapılıb, mumyanın tabutu. Bunu açıblar. Bu qızıl suyuna batırılmış taxtadır. Taxtadan ibarətdir və qızıl suyuna batırılıb. Bunu açıblar, içindən bu çıxıb. Baxın, bu. Bu da eynən qızıl suyuna batırılmış taxtadır. Amma işləmələri daha çoxdur. Daha çox əl işi var. Bunu da açıblar. Bunu açandan sonra isə içindən, baxın, bu çıxıb. Bu isə ən möhtəşəm detaldır. 110 kiloqram saf qızıldan ibarət tabutdur. 110 kiloqram saf qızıldır. Bax, hal-hazırda bu. Tutankamonun üzün əks elətdirir və hierogliflər falan dəhşət dərəcə yazılar var. Yəni arxeoloqlar orada ayaq hissəsindən ta gövdəsinə qədər yazılan hieroglifləri oxuyaraq bunun Tutankamon olduğunu aşkar edirlər. Baxın, biraz yaxınlaşdırsam siz görəcəksiniz o hieroglifləri. Burada yazılar var. O yazılarda onun hökmranlıq dövrü, kim olub, neçə yaşında ölüb və s. hər şey haqqında, o hökmranlığı dövründə nələr eləyib, həm burada, həm də ki, bayaq göstərdiyim qutuların içində yazılıb. Yəni, burada dəhşət çox şey var. Bunların hamısı Tutankamonun əşyalarıdır. Yəni, bunların hamısının təbii ki, nə olduqlarını bilmirik. Yazılıb əslində orada, prosta bir-bir oxuyanda vaxt gedir. Təxmin edir ki, bu yataqdır. Ümumiyyətlə, qədim Misirdə, bunu çevirim özümə, qədim Misirdə Firon ölən zaman onu bastıranda onun sanki rahat etməsi üçün yanına hər şey qoyurdular. Yataq, nə bilim, döyüş əşyaları. Həqiqətən insan gözlə görməlidir bunu. Çünki mən hal-hazırda baxıram, mən hal-hazırda baxdığım şeyin 3000 il əvvəl bir insan taxıb. Burada onun üzükləri var, taxdığı üzüklər var. Yəni, bu hal-hazırda baxdığımız şey yəni əvəz olunmazdır. Burada isə Firon, Tutankamonun qolbaqlarını görürsünüz. Bu qolbaqlar təkcə qızıldan deyil, yəni təbii ki, hamısı saf qızıldan hazırlanıb və bunun üzərində qızıldan da daha dəyərli, qiymətli daşlar var və onlardan hazırlanıb. Tutankamonun məzar otağından başqa nə tapılıb? Başqa, baxın, bu qutu tapılıb. Bu, indiki dövrün bildiyimiz xaladenlikidir. Bunu açıblar, içindən bunlar çıxıb. Bunlar nədir? Bunlar, deməli, Fironun 4 dənə orqanı, bax, bu gördüyünüz hazırlamış full əlbastırdan hazırlanan qutudur. Bu qutuların, bu sandıqların içinə Fironun 4 dənə orqanı, deməli, ağciyəri, qaraciyəri, bağırsağı və mədəsi bu qutuların içinə yerləşdirib və saxlanılıb. Burada gördüyünüz isə bildiyimiz xaladenlik rolunu oynayır ki, buradakı şeylər xarab olmasın.
Bu maska Tutanxamonun qızıl maskasıdır. Misir muzeyinin ən məşhur maskalarından biridir. Yəni ən məşhur tapıntılarından biridir. Həmçinin dünyanın da ən böyük arxeoloji tapıntılarından biridir. Maska saf qızıldandır, 12 kiloqram ağırlığı var və Tutanxamonun birbaşa üzü əks olunub maskada və heroqliflərinin altına da onun haqqında məlumat verilib. Bu maskanın yaradılmaq səbəbi odur ki, Tutanxamonu ölümsüzləşdirməkdir. Bu Tutanxamonun mumyasıdır. Mumyanın içində bədən yoxdur. Bədən Luxordadır, Krallar Vadisindədir. Orada sadəcə başı və ayaqları görsənəcək şəkildə şüşə bir qutusunun içində saxlayırlar. El kunci kralın cesedin yani ahşap yatak, taş yatak koyuyoruz mumya gibi. El kunci sol tarafı açıyoruz 20-28 santimetre niçin kan ve su alıyoruz. 4 gün sonra 4 iç organ çıkarıyoruz. Hangi 4 iç organ? Mide, bağırsak, akciğer, karaciğer. Ama kalp hariç. Kalp vücut içinde mumyalanmıştı. 4 iç organ, 4 mermer taş kavanoz koyuyoruz içinde. Şimdi kralın cesedin boş hiçbir şey yok. Çok tuz koyuyoruz, sonra kapatıyoruz. Kafa arkadan açıyoruz. Niçin? Bin ve gözler alıyoruz. Ama bin ve gözler önemlisiz. Bin ve gözler Nil Nehri atıyoruz. Nil Nehri çok göz var. Sonra çok vücut siyah renk kaplıyoruz. Ziftli. Sonra keten, kafen, keten, 30 tane keten, 40 tane keten, 50 tane keten. Şimdi mumya var. Mumya tahta tabutun içini. Tahta tabut adını tabut. Tabut taş tabutun içini. Ama taş tabut adını lahit. Lahit. Yani mumya, tabut, sonra lahit. Lahit mezarın içine koyduk. Ama mezar adını. Mezar en önemli ve en meşhur şey Mısır'da. Mezar adını piramit. Piramit yani mumya, tabut, lahit, sonra piramit. Tamam? Ama küçük mesafe varsa kadın heykeli demek. Kadın, bayan. Büyük mesafe varsa erkek heykeli demek. Yani Tanrı, kadın, erkek. Bana göster birlikte. Tanrı, kadın, erkek. Hayır. Aferin. Hayır. Tanrı, kadın, erkek. Aferin. Firavun demek ki kral ya da kraliçe. Bu kral mı yoksa değil mi? Başa bak. Taçı var ve sahte sakal var demek ki Firavun. Ama sakal yok demek ki normal erkek. Ramses ya da ikinci Ramses. Antik Mısır kaç Ramses var? 11 Ramses var. Numara 2 önemli. Bu ikinci Ramses. Kralın adı nerede? Baksınız omuzda. Bu şekil adını ya da kemarda. Baksınız kemarda. Bu şekil adını kartuş. Bax, orada heroqliflər var. Bəzilərini istəyirəm sizə də göstərim. Məsələn, bayquş şəkli görəndə M hərfi, qartal quş şəkli görəndə A hərfi. Sonra hansı var idi? Göz şəkli, ağız şəkli R hərfini, yəni təmsil edir. Antik Mısırda heroqlifdən əlavə simvollar var. Kaç tane simbol var? 200'dan fazla ama 3 önemli simbol var. Birincisi bu simbol. Hangisi? Bu simbol adını Ankh ya da hayatın anahtarı, sonsuzluk, tekrar hayat. Numara 2 Horus'un gözü. Horus kim? Horus büyük şahin. Horus'un gözü nazar simvolu. Qardaşlarla oturmuşuq. Piramida mənzəri restoranımızda. Piramidaya qarşı oturub yemək yiyirik. Arkadaşlar adım Sandy. Ben sizden çok memnun oldum. Ve arkadaşlar bugün bu bitki hakkında konuşacağım. Bu bitki adı papyrus bitkisi. Siz biliyor musunuz nerede yetişiyor mesela? Sadece Nil kenarında yetişiyor. Sonra arkadaşlar Antik Mısır'da bu bitki çok önemli ve çok kutsaldır. Neden? 2 sebep var. Birincisi eğer ışık altına koyarsak böyle gibi Amun-Ra ışıklarını benziyor. Kim Amun-Ra'yadır Ra? Kim Ra? Ramses mi? Ra tanrı. Aynı söyledi. Çık. Güneş tanrısı. Ve bu parça gücü temsil ediyor. Ama diğer tarafa bakabilir misiniz? Üçgen şekli.
Ne benziyor? Piramide. Aynen öyle. Ebediyet ve sonsuzluk temsil ediyor. Antik Mısır'da papyrus bitkisinden şansı getiriyor. Şans istiyor musunuz? Evet. Bol şanslar. Ve şu an beberus kayıtı yapacağız. Hazır mısınız? Hazır mısınız? Evet. Öncelikle diş kabuğundan soyacağım böyle gibi. Yemyeşil borçası kesiyoruz. Böyle gibi. Bu borça biraz sert. Çek. Hiç mi kırılmıyor? Sert. Acaba Antik Mısır'da bunlardan ne kullanıyormuş? Atıyorlarmış mı? Parça. Ne yapıyorlarmış bunlardan mesela? Parça, kıyafet. Kıyafet, terlik. 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 Evet, sebatlar. Aynen o. Örgü şeyler yapıyoruz. Sebatlar, şapka, hali, ayakkabı, hasırlar. Böyle kullanıyorlarmış. Ama içine bu lif kısmıca zayıf. Neden zayıf? Çünkü içinde su ve şeker. Su çekti ama tam su çekmedi. Tam su çıkarmak için merdana kullanarak izliyorum böyle gibi. Ne oldu? Tam su çekti aynen öyle ve sertleşti. Sudan çıkıp düzeltiyorum. Hem yatay hem de dikey. Birisi yatay, diğerisi dikey olacak böyle gibi. Yatay ve dikey. Örgü gibi. Yatay ve dikey. Devam ediyoruz, sonra kapatıyoruz. Ama Antik Mısır'da pres makine yok. Ne var? Taş var. Taş, aynen öyle. İki taş arasında külermiş. Tam kapatıyoruz. Böyle gibi. 2 haftadan sonra sonuca hazır mısınız? Hazır mısınız? Beraber sayalım mı? 1, 2, 3. Sonuçumuz geldi. Hayattaki ilk akıl tayinin gibi olmuş. Yani nasıl? Aynen öyle. Şu an bileceğiz. Neden? Yani nasıl arkadaşlar Antik Mısır'da bitkiden kalıplar yapabilirlermiş. Dostlar gəlmişik dəviyə minməyə. Buradan dəviyə minib piramidin qabağına gəzəcəyik. Burada dəvələr var. Dəviyə minmək $5. Verirsən, minirsən. Belə dəvədə gəzirik. Gəlmişik piramidanın düz yanına. Biri də buradadır. Burada gördüyünüz Kefren piramidasıdır. Burada gördüyünüz isə Cheops piramidasıdır. Gedirik indi Cheops piramidasını daha yaxından görməyə. Deməli, əvvəllər bu piramidanın üstü əhəng daşı olub. Bunlar ikisi sırf əhəng daşından ibarət. İndi qabaqdakını birazdan daha yaxından çəkəcəm. Qədim zamanlarda kəndçilər özləri üçün ev tikmək istəyiblər. Ev tikmək üçün də buradan başlayıblar əhəng daşların yavaş-yavaş qaşıyıb götürməyə. Ona görə sadəcə daşın özü qalıb. Əslində daşın üstü full ağappaq əhəng olub. İnsanlar ev tikmək üçün götürüblər yavaş-yavaş, bu ümumiyyətlə heç nə qalmayıb. İndi isə mən gedəcəm, burada 4000 illik bir daş var. Buna toxunacağım. Bu daşların ortalama çəkisi 3-15 ton arasıdır. Və burada 3,2 milyon daşdan istifadə olunub. Dünyanın ən böyük piramidasıdır. Misirdə 9, Qahirədə 9 dənə piramida var. Gəlsin görüm Aytən xanım. Misirdə 9 dənə piramida var. Misirdə yox. Çaşdım. Misirdə 138. 138 dənə piramida var. Qahirədə 9 dənə var. Bəli. 3'ü böyük, 6'sı kiçik. Birincisi Cheops, ikincisi Kefren, üçüncüsünün adı Miki nə? Mika deyirlər. Mikron. Mickey Mouse'un adı ilə yadınızda saxlayın. Mikron. Dəqiq məlumatı Aytən verdi. Bəli, dünyadakı ən 3 böyük piramid Qahirədə yerləşir. Onun ən böyüyündə hal-hazırda tam yanındayıq. Mən də arxa kameradan çək. Bu tarixi anları özüm yaşamaq istəyirəm.
tarix dərslərindən oxuduğumuz çəkisi 15 ton olan piramida daşları. Tarixi məlum deyil, necə tikilib, heç kimə məlum deyil. Piramida özü qədim Misirlilər üçün bura bir məzardır əslində. Piramida bir məzardır. Qədim Misirdə, yəni indi məzarlar necədir? Balaca bir nəfərlik bir məzardır. Qədim Misirdə bu bir məzar olub. Bunun bu qədər, bəli, bura qəbirstanlıqdır. Bunun bu qədər böyük olması isə bu Xeops üçün tikdirilmiş bir şeydir. Misirin ən birinci fironlarından biridir. Xeops. Hal-hazırda Xeopsa aid burada heç nə yoxdur. Heç nə tapılmayıb. Nə qəbri, nə ona aid əşyalar. Niyə? Çünki qədim Misirdə yavaş-yavaş insanlar talayıblar buranı. Yəni qızılları, əşyalar, hətta meyidi belə yoxdur burada. Yəni bura isə hal-hazırda bomboşdur. Heç nə yoxdur. Xeopsa aid heç nə yoxdur. Belə. Bibilərimə buradan salam göndərəm. Hər ikisinə Misirdən sizə salam. Gəlmişik piramidaların yanındakı Sfinksə. İndi Sfinksi sizə göstərəcəm və Sfinksin mənasını da deyəcəm. Buranı sizə göstərim. Bura arxeoloji qazıntılar nəticəsində, baxın görürsünüz orada dərədir də bura. Arxeoloji qazıntılar nəticəsində ortaya çıxıb buralıq. İndi gedirik Sfinksin yanına. Qarşınızda gördüyünüz Sfinks heykəlidir. Sfinksin başı insan, bədəni isə aslandır. Bu Kral Xafranın heykəlidir. Başı insan o deməkdir ki, insan qədər ağıllı, bədəni aslan, yəni şir, o deməkdir ki, aslan qədər güclü. Dostlar, Qahirə ilə sağollaşırıq. Gedirik Şarm-el-Şeyxə. Gəzdik piramidaları, Sfinksi gördük, muzeyləri gördük, Böyük Misir muzeyini gördük. Misirin tarixi ilə maraqlandıq. Hər şeyə əlaydı. Sizə də bildiyimiz qədərin, çatdıra biləcəyimiz qədərin çatdırdıq. Həmçinin də bu kadrları, gördüyümüz kadrları həm sizə göstərdik, həm də özümüz üçün gözəl bir xatirə saxladıq. Şarm-el-Şeyxdə görüşərik. Dostum, sənin başın nə boydadır? Belə baş olar. Oy, daş kimi dözdə. Yanaqlıdır. Baxam yanaq. Bax. Bu yanaqdır bax. Başına da ölürsün. Özəlli yanaqdır. Daşdır. Bunların atasısan sən? Arkadaki çukuya bak. Bunlar nə qədərlər? Ay çukuya lan arkada sarma var. Gel anne. Ceh, pis. Hal-hazırda gedirik. Parasaylıqya. Yani burada parasaylık gireme olur. Parasaylık Tamam arazisi var. Oraya girmek için de Bolt'tan götürüyor. Gedirik parasaylık eləməyə. Burayı necə olur? Hara qalxdım mən. Buna bax. Səviyyə. Misrə gələndə mütləq parasayling yoxlayın. Çox zor bir şeydir. Yəni. Oy, çox yüksəkdir, çox yüksəkdir. Şimdi Aytəni bıraxdıq, Aytən getdi. Aytən göydə uçur. Qorxursan Aytən? Aydan gedir. Qorxmayasan. Tamam, getdi. Minmişik banana. Neye bağlayacaklar bizi? Qayığa. Qaqaş deyəsən əli ilə dartıb aparacaq biz oraya gedib. Sonra qutaracaq. Kokutuyu bakıda var. Qardaş bizi sürüb aparır. Oba.
Dostlar, sizin üçün kim bunu təhlükəyə atıram, video çəkmək üçün. Kim bunu Mısır'dan xatirə balonu. Deməli dostum, bunun içindəki qum piramidaların həyətindən götürdüyüm səhra qumudur. İçində də qırmızı daşlar var. Onları da Sfinksin həyətindən tapmışam. Hal-hazırda isə qırmızı dənizlərin üstünə su əlavə eləyəcəm və Mısır balonum tam hazır olacaq. Ha, buna bak. İslanır yavaş yavaş. Qırmızı dəniz, səhra qumu, səhra daşı. Deməli dostlar, kiçik məlumatlar vereyim. Instagrama zətdə hamı yalandan iş eləyir ki, valla gözümüzü qorxudurdular. Ay belədir, mən piramidaların yanında belə dilənçilər var, adamın üstünə gəlirlər, onlarla göz-gözü gəlməyin. Nə bilim, belə pisdir, elə bir şey yoxdur. Yəni dilənçilər ıtır üstünüzə gəlmir. Gəlir dilənçi üstünüzə, deyirsən əlinlə verirsən, yox da. Yəni bizdə də var həmin dilənçilərdən. Sonra orada sizi alladırlar. Burada Misirdə sizi normallə allada bilərlər. Ona görə ehtiyatlı olmaq lazımdır. Məsələn, dəvə piramidanın yanında gəzmək üçün normalda yəni biz aldıq 3 nəfərə 350 pound verdik, yəni 6 dollar verdik. Amma əslində dəvənin orada sənə deyirlər ki 12 dollardır bir adam. Amma məsələn biz 3 nəfərə 6 dollar, adama 2 dollar verdik dəvəyə. Sadəcə yerini danışmaq lazımdır. Tur şirkətləri sizi allada bilərlər. Sonra gedərkən, Qahirəyə gedərkən yolda stayankalarda sizi saxlayır və düşürsünüz. Orada kassa aparatı olsa belə qiyməti soruşun, neçəyədir bu və yaxud da kassaya diqqətlə olun. Çünki hamısı yalandır. Mən deməli, əvvəl bir də marketdən, yəni burada fix price market var, oradan kruasan almışam. Kruasanın bizim puldan 30 qəpiyə almışam. Getdik, orada yolda saxladı, gördüm həmin kruasandan. Götürdüm kassaya, çıxdı 5 manat 10 qəpik, bir dənəsi. Deyirəm, nə 5 manat 10 qəpik, belə deyil də bu. Deyir ki, sən endirim eləyə bilərəm, məsələn 3 manata verirəm sənə bunu. Kassada çıxıb, yəni bizdə məsələn deyirsən ki, kassa varsa problem yoxdur, bunlarda kassaya da inanmağı yoxdur. Yəni kassada inanmayın. Hər şeyin qiymətini soruşun və hər şeyin istənilən yerdə üstündə qiyməti yazılsa belə endirim istəyin. Ancaq endirim, başqa yolu yoxdur. Verəcəyim dəyərli məlumatlardan biri də mütləq safari turu eləyən zaman sizə fotoqraf yaxınlaşacaq, qətiyyən ona şəkil istəməyin. Çünki bərbad bir dənə fotoaparatı var. Biz yəni inandıq, pul verdiyi 15 dollar verdiyi adam başına 5 dollar. Bərbad şəkillər çəkir. Yəni bildiyiniz bizə necə, bəlkə də iPhone 5 ilə zatla şəkillər çəksən daha yaxşı çıxar da. Yəni o dərəcə bərbad. Yəni pulu çölə atırsan kanka, şəkil çəkməyi də bacarmır. Yalandan pul vermir. Fotoaparatı görüb, sonra demin ki, fotoaparat varsa yaxşı şəkil çəkəcək. Yox, elə söhbət yoxdur. Pis şəkil çəkir. Belə, hardasa ümumiyyətlə scuba divingdə, nə bilim, parasailingdə çalışın, öz şəkillər çəkin. Heç kimə inanmayın, pulunuzu boşuna xərcləməyin. Belə. Gəlmişik Şarm el-Şeyxin mərkəzinə. Burada belə bizim Targovo kimi yer var. Və çəkim arxadan. Belə alış-verişdir, restorandır. Thank you. Alış-verişdir, restoranlardır. Burada gələndə cumurlar adamın üstündə ki, filan şeydən gəl götür, filan şeydən götür. Burada bir də qardaş var. Salam Azərbaycan. Salam Azərbaycan. Salam alaikum. Salam Azərbaycan. Salam Azerbaycan. Ay sağ ol, öpürəm sənə. Sağ ol. Hə, belə. Burada belə qardaşlar gəlirlər adamdan salam göndərirlər harasa. Burada belə bir alış-veriş mərkəzi var. Burada hədiyyəlik hər şey tapa bilərsiniz. Amma yaxşı qiymət öldürmək bacarığınız olmalıdır. Çünki ilkdən çox yuxarıdan yapışırlar. Sonra biraz danışırsınız, sonra biraz küsürsünüz, deyirsə almıram, vapşi səndən heç də almayacam. Ondan sonra gəlir dalınca ki, sən nə təklif edirsən, deyirsən ki, 1 manat. Happy birthday, happy birthday, happy birthday to you. Teşekkürler.
Təşəkkürlər. Canımsan. Qardaşlar gətirmişəm Farşa kafeyə. Farşa kafe belə bir yerdir. Dənizin qırağındadır. O məşhur işıqları görmək üçün gəlmişik. Girək özümüzə bir dənə toçkada bax, saat 4 daha lazımdır. Bu vaxtdan gəlmək lazımdır ki, burada yer tutsan, yoxsa axşama dolur hər yer. Bu künc işıqlar yanan küncdür. Vaxtından əvvəl gəlmək lazımdır ki, buranı tutasan. Hardasa günəş 6 falan radələrlə batardı, düzdür. Biz amma 4-ə qalmışdı 20 dəqiqə. Yəni 4-də uca burada olmaq lazımdır ki, yerləri tutasan. Bəli, bu gün Və oturaqlı yeri də tutmaq üçün nələrsə sifariş verməlisən. bəli, mütləq nələrsə sifariş verməlisiniz. Oturaqlı yeri, amma ayaq üstə deyənə bilərsən, heç nə sifariş verməlisən. Digər restoranlardan biraz bahadır, amma münasibdir. Yəni amma yer qəşəng yerdir. Çox Takside belə bir dayı var. What's your name? Khalid. Khalid dayı indi bizə möhtəşəm şov göstərəcək. I am in Turkish, very good, very nice, очень красиво. Deməli dostlar, Misir videomuzun sonuna gəldik. Artıq gedirik hava limanına, gedirik Bakıya. Ümidvarıq ki, çox uzun bir video olmadı, hər şeyi detallı izah eləyə bildik. Sağ olun, salamat qalın. Hələlik.